Bugünkü dərsimiz biosferin əsas tərkib hissələrindən biri olan torpaqdır. Torpaq yer səthinin üst münbit qatıdır. Yer səthinin üst münbit qatına bir sözlə torpaq deyirik. Torpağı əmələ gətirən bir sıra vacib amillər var ki, bunlar səth süxurlarının aşınmasıdır, relyefdir, bitki və heyvanlardır, mikroorqanizmlərdir, yeraltı sulardır, günəş istiliyidir, insan fəaliyyətidir, zamandır. Bunlar torpağın əmələ gəlməsində rol oynayan əsas vacib amillərdir. Səth süxurlarının aşınması dedikdə, yəni bilirik ki, aşınma, parçalanma, dağılma nəzərdə tutulur. Aşınmanın üç növü mövcuddur. Fiziki aşınma var, fiziki aşınma, kimyəvi aşınma, kimyəvi aşınma və üzvü aşınma olmaqla aşınma bölünür. Fiziki aşınma temperaturun təsiri ilə baş verir, səhralarda olur. Gündüz istinin təsiri ilə süxur həddən artıq genişlənir. Gecə isə hava birdən-birə soyuyur və şaxta yaranır, 0 dərəcəyə düşür və yaxud da mənfiyə də düşə bilər və burada isə süxur başlayır sıxılmağa. Gündüz yenidən həmin proses təkrarlanır, süxur istidən qızır, genişlənir. Gecə isə yenidən süxur sıxılır və bu proses ardıcıl davam etdiyi zaman isə başlayır süxur parçalanmağa, dağılmağa. Bax, buna deyirik fiziki aşınma. Kimyəvi aşınma isə suyun təsiri ilə baş verir. Ekvatorial ərazilərdə, ondan sonra tayqa, tundra, meşə tundra zonalarında deməli üstün olur kimyəvi aşınma və dedik ki, kimyəvi aşınma suyun təsiri ilə baş verir. Üzvü aşınma isə canlı orqanizmlərin təsiri ilə baş verir. Bitkilərin kökləri belə deyək də daha doğrusu. Bitkilərin kökləri torpağı parçalayır, dağıdır. Onların uç hissəsində aşındırıcı turşulu maddə olur. Həmin turşulu maddə süxurları parçalayır, dağıdır. Və yaxud da ki, müəyyən canlı orqanizmlər torpaqları parçalayaraq, aşındıraraq deməli torpaq əmələ gətirmədə iştirak edirlər. Buradakı şəklimizdə də görünür. Canlı orqanizmlər necə torpağı aşındırır, məsaməli eləyir. Bu deməli torpaqların əmələ gəlməsində canlıların roludur. Yəni üzvü aşınmanın roludur. Bundan başqa həmçinin dedik ki, canlılar da önəm daşıyır burada. Təbii ki, dedik ki, bitkilər, heyvanlar önəm daşıyır. Bəs bitkilər, heyvanlar qalxıları belə deyək də çürüyür, torpağa qarışır və yaxud da ki, bu şəkildə torpağı aşındıraraq, məsələn, soğulcan aşındıraraq torpağın əmələ gəlməsində, formalaşmasında böyük rol oynayırlar. Deməli, yeraltı sular isə çox olduğu ərazilərdə, səthə yaxın olduğu ərazilərdə, şoran olduğu ərazilərdə fərqli proseslər baş verir. Əgər çoxdursa, səthə çox yaxın yerləşibsə və səthə çıxıbsa qurut suları, bu zaman bataqlıqlaşma baş verir və yaxud da ki, isti quraq ərazilərdə yeraltı sular səthə yaxındırsa, şoranlaşma baş verir. Torpaq əmələ gəlmə prosesi beləliklə ləngimiş olur. Bundan başqa deməli, həmçinin günəş istiliyi önəm daşıyır. Dedik ki, məsələn, tutaq ki, bir ağacdır. Tutaq ki, burada bizim bir ağacımız var. Bu ağac müəyyən bir vaxtdan sonra yarpaqlarını tökür yerə. Bu yarpaqlar yerə düşdüyü zaman bunun çürüməsi üçün normal temperatur, rütubət lazımdır. Əgər temperatur həddən artıq çoxdursa, günəş istiliyi çoxdursa, təbii ki, torpaq əmələ gəlmə prosesi də ləngiyəcək. Bundan başqa torpaqların əmələ gəlməsinə antropogen təsirlər güclüdür, yəni insan fəaliyyətinin təsiri böyükdür torpaqların yaranmasına. Bilirik ki, insan fəaliyyəti nəticəsində torpaqlar parçalanır, dağılır, daha belə deyək də çirklənmiş şəkilə düşə bilirlər. Bəzi ərazilərdə isə insan fəaliyyəti ilə süni şəkildə torpaq örtükləri yaradılır. Məsələn, bir ərazinin torpağı digər əraziyə aparılır və s. və yaxud da ki, bəzi ərazilərdə, yararsız ərazilərdə müəyyən meliorativ, melorasiya tədbirləri görməklə həmin ərazilərin torpaqların insan fəaliyyəti yaxşılaşdırır, məhsuldar eləyir. Və həmçinin deməli, torpaqların formalaşması üçün zaman lazımdır. Bilirik ki, 1 sm torpaq örtüyünün yaranması üçün 100-150 ilə qədər vaxt lazımdır. Əgər bu vaxt mümkün olmursa, təbii ki, bu torpaq örtüyü də yarana bilmir. Torpaqlar deməli, tərkibinə görə 2 hissəyə bölünür. Torpağın tərkibinə görə torpaqların var mexaniki tərkibi və bir də var üzvi tərkibi.
Üzvi tərkibi. Mexaniki tərkibi deyəndə süxurların nəzərdə tuturuq. Süxurların parçalanması, dağılması, toplanması torpağın mexaniki tərkibini yaradır. Üzvi tərkib isə orada olan bitki və heyvan qalxılarının toplanmasıdır. Bir sözlə humusu, yəni çürüntünü nəzərdə tuturuq burada. Çürüntü qatını nəzərdə tuturuq. Mexaniki tərkibinə görə isə torpaqlar 4 yerə bölünür. Var cilli torpaqlar, cillicəli torpaqlar, qumlu torpaqlar, qumlu və qumsal torpaqlar. Qumsal və ya qumlucal da deyirik. Qumsal torpaqlar. Bu torpaqlardan cilli və cillicəli torpaqlar, deməli struktursuz torpaqlardır. Əlverişsiz hava su rejiminə malikdir, məhsuldarlığı zəif olur. Qumlu, qumsal torpaqlar isə əlverişli su hava rejiminə malikdir və deməli suyu rahatlıqla keçirə bilir, məsaməli olur və məhsuldar olurlar. Bundan başqa torpağın yandan görünüşünə torpağın profili deyirik. Burada da deməli göstərmişik. Torpağın yandan görünüşünə torpağın profili deyirik. Torpağın profili torpaq xarizantlarının cəmidir. Torpağın profilində ən üstdə duran hissiyə, bax bu hissiyə deyirəm humus qatı. Bura olur nə? Humus qatı. Humus qatının digər adı A1 qatıdır və ya akkumulyativ qat da deyirik. Akkumulyativ qat da deyirik bura. Burada deməli bitki və heyvan qalxıları toplanır. Üzvü aləm bu hissədə üzvü tərkib zəngin olur, çürüntü zəngin olur və məhsuldarlıq yüksək olur bu hissədə. Digər qat isə bax bura isə yuyulma qatıdır. Burada artıq çürüntü toplana bilmir, rəngi açıq rəngdə olur. A2 qatı da deyirik buna. Həmçinin ellivial qat da deyirik. Ellivial qat da adlanır. Digər qat toplanma qatıdır. Bu qatın adı B qatıdır və bu qata isə ilvial qat deyirik. Bu qatda artıq deməli ilvial qat deyirik. Bu qatda artıq deməli burada yuyulma hissədə olan çürüntülər gəlib toplana bilir və rəngi yuyulma qatına nisbətən tünd olur. Bu lap sonda isə bax bu hissədə sonda isə C qatı yerləşir. Buna ana süxur deyirik. Ana süxur adlanır bura. Həmçinin bunun digər adı isə torpaqaltı qatdır. Torpaqaltı qatdır. Deməli, torpaq profili nə oldu? Torpağın yandan görünüşü və torpaq horizantlarının cəmi oldu. Torpaq profilində ən üstdə duran qat oldu humus qatı, akkumulyativ qat da dedik, A1 qatı da dedik. Ondan sonra gələn qat yuyulma qatı oldu, A2 qatı, elvial qatdır, rəngi açıqdır, burada çürüntü toplana bilmir. Digər qat isə toplanma qatıdır, B qatı deyirik buna, ilvial qatdır və yuyulma qatında gəlmiş çürüntülər bu hissədə toplana bilir və yuyulma qatına nisbətən daha məhsuldar ola bilir. C qatı deməli bura adlanır ana süxur və ya torpaqaltı qat da deyirik bu hissəyə. Bundan başqa torpaqlar həm də strukturlu və struktursuz torpaqlara bölünür. Yəni quruluşuna görə torpaqlar strukturlu və struktursuz torpaqlara bölünür. Strukturlu torpaqlar dənəvər torpaqlardır. Burada yazıram bunu. Torpaqlar quruluşuna görə iki hissəyə bölünür. Strukturlu torpaqlar və bir də struktursuz torpaqlara bölünür. Strukturlu torpaqlar dənəvər torpaqlardır. Əlverişli hava su rejiminə malikdir. Ondan sonra humus qatı çoxdur. Üstəlik məhsuldarlıq yüksəkdir. Rəngi adətən tünd olur. Qara torpaqlar, qonur torpaqlar, qəhvəyi torpaqlar strukturlu torpaqlara daxildir. Struktursuz torpaqlar isə dediklərimizin əksidir. Tozvari olurlar bunlar. Ondan sonra əlverişsiz olur hava su rejimi. Əlverişsiz olur.
əlverişsiz hava su rejiminə malik olur. Humus az olur tərkibində, məhsuldarlıq isə aşağı olur. Boz-boz qonur, şoran-şoraçak torpaqlar struktursuz torpaqlara daxildir. Bundan başqa torpağın müxtəlifliyini təyin edir, müxtəlifliyə təsir edən amil onun rəngidir. Yəni rəngi də humusun miqdarına görə təyin olunur. Əgər humusun miqdarı çoxdursa, torpağın rəngi tündür. Yox azdırsa və ya yoxdursa fərqli rənglərdə olur torpağın rəngi. Torpaq deməli yer səthində həm üfüqi istiqamətdə, həm də ki üfüqi istiqamətdə, həm də şaquli istiqamətdə. Şaquli istiqamətdə paylanıb. Üfüqi istiqamətdə buna deyirik zonallıq. Zonal, yəni zonal olaraq paylanıb, zonallıq. Şaquli istiqamətdə isə azonallıq adlanır. Azonal olaraq paylanır. Zonal olaraq nədir? Ekvatordan qütblərə doğru, coğrafi enlikdən asılı olaraq torpaq örtüyü ekvatordan qütblərə doğru dəyişir. Bu da təbii ki, ekvatordan qütblərə doğru günəş şüalarının düşmə bucağının dəyişməsi, istilik və rütubətin dəyişməsi ilə əlaqəlidir. Şaquli istiqamətdə də həmçinin torpaqların deməli ekvatordan qütblərə doğru quruluşu belə olur. Ekvatorial ərazilərdə, ekvatorial meşələr, yəni ekvatorial həmişəyaşıl meşələr zonasında qırmızı qonur, daha doğrusu qırmızı sarı ferrolit torpaqlar, qırmızı, sarı, ferrolit torpaqlar, ferrolit və ya laterit torpaqlar yayılıb, laterit latınca çərpic mənasını verir. Bu torpaqlarda yağıntı çox yağdığına görə humus qatı toplana bilmir və dəmirli, alüminiumlu birləşmələrlə bu torpaqlar zəngin olurlar və əkinçilik üçün təbii ki, yararsız torpaqlardır bu torpaqlar. Digəri isə savanna və seyrək meşələr zonasının qırmızı qonur torpaqlarıdır. Qırmızı qonur torpaqlarıdır. Bu torpaqlar savanna və seyrək meşələr zonası altında müşahidə olunur, yəni formalaşır, yaranır və bunların olduğu ərazilərdə iki fəsil müşahidə olunur, isti rütubətli yay və isti quru qış. Bu torpaqlar il boyu əkinçilik üçün yararlıdır, lakin qış dövründə suvarma şəraitində burada əkinçilik mümkün olur. Savanna və seyrək meşələr zonasından sonra səhralar zonasının boz-boz qonur torpaqları yayılır. Bir-iki boz-boz qonur torpaqlar və yaxud da ki, şoran torpaqlar, bunlar struktursuz torpaqlardır. Struktursuz torpaqlarda əlverişsiz su-hava rejiminə malikdir. Burada hava isti, quru olur və ona görə də burada belə deyək, məhsuldarlıq aşağı olur. Burada məhsuldarlığın və yaxud da ki, əkinçiliyin inkişaf etməsi üçün suvarma tələb olunur. Digər ərazilər isə deməli çöl zonasıdır. Çöl zonası bir-iki xırda boylu ot örtüyü ilə zəngin olur və ona görə də ot örtüyü də tez bir zamanda çürüyüb torpağa qarışdığına görə burada torpağa əmələ gəlmə prosesi nisbətən sürətli gedir. Torpağa əmələ gəlmə prosesi sürətli gedir və bu ərazilərin torpaqları ən məhsuldar torpaqlardır. Taxılçılığın əsas regionudur bax bu zona, çöl zonaları. ABŞ və Kanadada, yəni Şimali Amerika materikində çöl zonası qara torpaqları meridianal olaraq paylanıb, lakin Avrasiyada isə üfüqi şəkildə eyni üzrə paylanmışdır. Bir də ki, Argentina və Uruguay ərazisində, buradakı pampalarda, yəni çöllərdə torpaqlar qırmızı qara şəklində olurlar. Bundan sonra enliyarpaqlı meşələr altında isə qonur torpaqlar formalaşır. Bu torpaqlar isə nisbətən belə deyək də humus qatı ilə zəngindir. Bundan sonra codyarpaqlı meşə Aralıq dənizi iqlimi şəraitində subtropik iqlim qurşağının Aralıq dənizi iqlim vilayətinin tərkibində codyarpaqlı meşə və kolluqlar zonasında qəhvəyi torpaqlar yaranır. Bu torpaqlar hansı ərazilərdədir? Aralıq dənizi ətrafında, Cənubi Amerikanın Çili sahillərində, Çili hissəsində, ondan sonra həmçinin Şimali Amerikanın qərb hissəsində, Sakit Okean sahillərində, Avstraliyada isə bu qəhvəyi torpaqlar yayılıb Avstraliyanın ucqar cənub hissələrində və bir də ki, Tasmaniya adasının şimalında qəhvəyi torpaqlar yayılmışdır.
Bundan başqa, bir də ki, onu deyək ki, Avstraliyada bərabər rütubətli iqlim şəraitində yaranıb. Ondan sonra qarışıq meşələr zonasında isə torpaqlar, demək olar ki, çimli podzol adlanır. Çimli podzol adlanır. Bu podzol torpaqlar o biri, yəni tayqa altındakı podzol torpaqlara nisbətən humusuna, yəni tərkibində humusa rast gəlinir. Yəni humusu var. Tayqa zonası altında isə, yəni iynəyarpaqlı meşələr altında isə tayqada podzol torpaqlar var. Podzol. Bu torpaqlarda bataqlıqlar formalaşır, üst bataqlıqlara rast gəlinir. Torf qatının çox olduğu torpaqlardır. Bundan başqa digər ərazilərdə tundrada və meşə tundra ərazilərində isə tundra qleyli və tundra bataqlıq torpaqları formalaşır. Bu torpaqlar çox əlverişsiz torpaqlardır. Ümumiyyətlə əkinçilik üçün tamamilə yararsız torpaqlardılar və subarktik iqlim şəraitində formalaşırlar. Ondan sonra var ibtidai torpaqlar. İbtidai torpaqlar isə arktik və Antarktik ərazilərdə formalaşır. Harda deməli ibtidai torpaq? Arktik və Antarktik ərazilərdə, səhralarda formalaşa bilir. Bundan başqa bilirik ki, dünyanın gələcəyin biri deyək də, insanların qidaya olan tələbatını ödəmək üçün torpaq ehtiyatlarını qorumaq lazımdır. Torpaqlar gündən-günə məhv olur. Torpaqların məhv olması torpaqların eroziyası adlanır. Torpaqları qorumaq üçün bir sıra insanlar tərəfindən tədbirlər həyata keçirilir. Torpaqları qorumaq üçün əkin sahələrinin ətrafında tarla qoruyucu meşə zolaqları salınır. Bəzi ərazilərdə terraslaşdırma işləri aparılır, eninə şumlamalar aparılır dağ yamaçlarında. Bax, torpaqların yaxşılaşdırılması üçün görülən ümumi addımlar meliorasiya tədbirləri adlanır. Bundan sonra bəzi ərazilərdə faydalı qazıntılar çıxarılır. Həmin ərazilərdə torpaqlar faydalı qazıntıların çıxarılması nəticəsində çirklənir. Məsəl üçün, Abşeron yarımadası ərazisində neftlə çirklənmiş əraziləri və yaxud da ki, belə deyək də, ölkəmiz ərazisində Daşkəsən ərazisində faydalı qazıntılar çıxarılır orada. Kiçicik terkonlar yaranır, tullantılardan toplanmış təpələr. Bax, həmin o məsələn, Braziliyada, Meksikada da belə terkonlara, Qazaxıstan, harda ki, faydalı qazıntılar çıxarılır, belə terkonlara rast gəlmək mümkündür. Və həmin o terkonların və yaxud da ki, ümumiyyətlə faydalı qazıntıların təsiri ilə çirklənən ərazilərdə torpaqlar təmizlənir, yenidən bərpa olunur. Buna isə deyirlər rekultivasiya. Rekultivasiya deməli nə oldu? Rekultivasiya deməli torpaqların bərpasıdır. Faydalı qazıntılar nəticəsində çirklənmiş torpaqların bərpasıdır. Digər torpaqların belə deyək də məhsuldarlığını artırmaq, onların münbitliyini təmin etmək üçün irriqasiya tədbirlərinə ehtiyac var. İrriqasiya nədir? Tutaq ki, hər hansı bir ərazi şoranlıqdır, şordur və həmin əraziləri duzdan təmizləmək üçün suyunu suvarmadan istifadə olunur. İrriqasiya suvarmadır. Yəni suyunu suvarma şəraitində torpaqların bərpa edilməsi və ya məhsuldarlığının artırılmasıdır. Bundan başqa, irriqasiyadan başqa deməli bəzi ərazilərdə yeraltı sular səthə yaxın olur. O hissələrdə isə kollektorlar, yəni kollektor birlikdə quru kanallardır, kollektorlar çəkilir, kollektor drenaj şəbəkəsi çəkilir və həmin ərazilər deməli neyniyir? Çirkli sulardan qurtulmuş olur. Ümumiyyətlə, torpağı çirkləndirən mənbələri qeyd eləyək ki, 2 hissəyə bölürük. Təbii mənbələrdir, antropogen mənbələrdir. Torpağı çirkləndirən təbii mənbələrə nələr daxildir? Baxın, bu küləkdir, ondan sonra seldir, daşqındır, sürüşmə hadisələridir, zəlzələdir, vulkandır, ildırım çaxmasından olan meşə yanğınlarıdır. Bunlar torpaqları çirkləndirən təbii amillərdir. Və bir də ki, antropogen təsirlərlə torpaqlar çirklənir. Tutaq ki, yollar çəkilir, sənaye tullantıları axıdılır, məişət tullantıları axıdılır və yaxud da ki, yaşayış məntəqələri salınır. Bunlar hamısı və yaxud da ki, davamlı olaraq ərazidən əkinçilik məqsədi ilə istifadə eləyirlər. Bu isə torpaqların tamamilə məhv olmasına gətirib çıxarır. Torpaqları həmçinin qorumaq üçün növbəli əkin sisteminə keçirilməlidir. Məsəl üçün, bu ərazini bu illəri əkmişiksə,
Gələnlər həmin ərazini dincə qoymalıyıq, digər ərazini istifadə etməliyik və dincə qoyduğumuz ərazi üçün təbii ki, yaxşı olar ki, təbii gübrələrdən istifadə edək. Quş sılıdır, peyindir, bu kimi deməli təbii məhsullardan istifadə edərək həmin ərazinin məhsuldarlığını geri qaytarmış ola bilərik. Bir də ki, bəzi ərazilərdə elə var ki, arid denitasyon ərazilər var ki, burada cilli suxurlar yaranıb, yararsız torpaqlar formalaşır. Belə torpaqlara isə bedlentlər deyirik. Bedlent dediyimiz kimi arid denitasyon relyef şəraitində formalaşır. Azərbaycanda Qobustan, Abşeron ərazisində, Acınohur, Ceyrançolda və Naxçıvan ərazisində bedlentlər geniş yayılmışdır. Bundan başqa həmçinin dedik ki, torpaqlar şaquli istiqamətdə də dağın ətəyindən zirvəsinə doğru da deməli fərqli yaranır. Bir-birini əvəz eləyir. Məsəl üçün bu da ki, təbii ki, istilik və rütubətin dəyişməsindən asılıdır. Nədən asılıdır? Dağın ətəyindən zirvəsinə doğru istilik və rütubətin təsirindən asılıdır. İsti çoxdur, rütubət azdırsa, təbii ki, yarım səhra torpaqları formalaşacaq. İstilik və rütubətin nisbəti normaldırsa, təbii ki, bu ərazilərdə məhsuldar torpaqlar formalaşacaq. Və yaxud da ki, istilik azdır, rütubət çoxdursa, bu zaman bataqlıqlaşmış torpaqlar, rütubətli, qleyli torpaqlar formalaşa bilər. Və torpaqların yaranması üçün ən yaxşı temperatur 12 dərəcə və 27 dərəcə temperatur, rütubətlənmə əmsalı isə 0,5 və 1 arasında olmalıdır. Əgər rütubətlənmə əmsalı 1-dən böyükdürsə və bir də ki 0,3-dən kiçikdirsə, rütubətlənmə əmsalı. Bax, burada torpağa əmələ gəlmə prosesi zəif gedəcək. Dağlıq ərazilərdə torpaqların yayılması dağın ətəyindən zirvəsinə doğru təbii ki dəyişir. Dağın ətəyi hansı iqlim qurşağında və ya təbii zonadadırsa, tutaq ki, codyarpaqlı meşə və kolluqlar zonasındadır. Təbii ki, burada dağın ətəyində hansı torpaq örtüyü olacaq? Təbii ki, qəhvəyi torpaqlar olacaq. Və yaxud da ki, tutaq ki, dağ ekvatorial meşələr zonasındadırsa, burada dağın ətəyində qırmızı, sarı, ferroid torpaqlar üstünlük təşkil edəcək. Və dağın ətəyindən zirvəsinə doğru, necə ki, ekvatordan qütblərə doğru torpaq örtüyü dəyişir, dağın ətəyindən zirvəsinə doğru dəyişir və zirvəsində nival şəraitdə ibtidai torpaqlara rast gəlinir. Məsələn, ağ çəmənlər, subab çəmənləri altında isə dağ çəmən torpaqları olur. Ondan sonra dağ meşələri altında təbii ki, dağ meşə torpaqları olur. Nisbətən soyuq hissələrdə qonur və bir qədər isti hissələrində, məsələn, Azərbaycan ərazisində isti şəraitdə dağlarda qəhvəyi torpaqlara rast gəlinir. Əgər iynə yarpaqlı meşə zolağı varsa dağda, bu ərazidə isə təbii ki, podzol torpaqlar üstünlük təşkil edəcək və s. Hündür olan dağlarda və ekvatora yaxın yerləşən hündür olan dağlarda təbii ki, torpaq tipləri də müxtəlif olur dağın ətəyindən zirvəsinə doğru. Qütbə yaxın olan ərazilərdə, hündürlüyü az olan ərazilərdə isə dağın ətəyindən zirvəsinə doğru torpaq tipləri az olur. Bu qanuna uyğun olaraq bu şəkildə paylanmışdır. Bundan başqa deməli, bəzi ərazilərdə artıq torpaq örtüyünün olmadığı və yaxud da ki, suvarmanın mümkün olmadığı şəraitdə və insanların qidaya artan tələbatı dövründə torpaqları suni əvəz eləməyə keçirlər, alternativ torpaqlara keçirlər. Bax, burada köməyimizə nə çatır? Hidropan çatır, hidropan və bir də ki, kokopit çatır. Kokopit. Hidrofan nədir? Qidalı maddələr olan sudur və həmin suyun içərisində müəyyən bitkiləri əkib becərirlər və belə mühitdə ağac otları inkişaf edə bilmir. Bundan ən çox Küveytdir, Birləşmiş Ərəb Əmirlikləridir, İsraildir. Bax, bundan, hidropandan istifadə edirlər. Xüsusi belə deyək də, əkinçilikdir bu. Və su qida maddələri ilə zəngindir, həmin bitkini o torpaqdan ala biləcəyi qida maddələri ilə təmin edir. Həmin su o qədər qidalıdır ki, yəni torpağa ehtiyac olmur. Kokopit isə kokos təbii ki, bitkisinin qabığından, kokosun qabığından hazırlanır. Bu qabıq deməli üydülür, parçalanır və çipləşdirilir, kərpic şəklinə salınır və biraz su atan kimi onun üzərinə su əlavə edən kimi və torpağı əvəz edə bilir və həmin şəraitdə də nə edirlər? Müəyyən bitkiləri əkib becərə
bilirlər. Ona görə də torpaq örtüyünü qorumalıyıq, qeydinə qalmalıyıq. Çünki torpaq bizim bilirik də gələcək nəslin əsas qidasıdır. Çünki torpaq olmasa bitki olmaz. Bitkilər olmasa ümumiyyətlə nəinki heç bir heyvan, mikroorqanizm, heç bir canlı təbii ki yaşaya bilməz, ola bilməz. Çünki qidamızın əsas hissəsini bizə verir torpaq. Ona görə də nə etməliyik? Torpaqları qorumalıyıq.